Mən təbrik eləyirəm Azərbaycan prezidentinin bu gedişini. Bu mesajdır ki, Sevinç xanım, mən bu fikri demişəm, səsləndirmişəm və bunda xüsusi çəkiblər yayır. Azərbaycan İran deyil, İran Azərbaycandır. Azərbaycanın bir dövlət başçısı, o bir dövlət başçısına təbii ki, orada Təbrizdə qan tökülübsə, Təbrizdə bir nəfər adam ölübsə, o Quranda var, bir insanı günahsız yerə ölümü, bəşəriyyətin ölümü qədər böyük bir cinayətdir. Bəli. Yəni, bir insanımız ölübsə, bu bizim üçün ağırdır da, elə deyil. Bəli. Və təbii ki, bu mesaj Azərbaycan yenə öz dostluğunu, yəni Azərbaycan İrana yabancı kimi baxa bilməz. Yəni, İran Azərbaycan torpağıdır. İran Azərbaycandır. İranın 70% Azərbaycan, əhalisi də Azərbaycandır, ərazisi də Azərbaycandır. Yəni, bir Azərbaycan dövlətinin başçısı, o bir Azərbaycan dövlətinin başçısına mən bu proqnozda demişəm ki, Pezeşyanı o güneydən bəzi o müxalif qüvvələr mənə əleyhimə çıxıblar ki, niyə dəstək verdiniz? Mən əminliklə deyirəm ki, Pezeşyan İranın axırıncı prezidenti olacaq. Yəni, bu deməkdir ki... Axırıncı prezidenti olacaq da. Bu rejim ən azı Xameneyi sağ qalmayacaqdır. Fərq yoxdur. Zəlzələdən, vəlvələdən ya İsrail əli ilə Azrail mülkün qapısını keçəcək, onda Pezeşyan həlledici rol oynayacaqdır. Yəni, tarixi məqam, bütün ilahi ədalət gec-tez özünü göstərir. Yəni, bütün tarixin gedişatı, hadisələrin gedişatı, tarixi ədalətin, ilahi ədalətin bərpasına doğru gedir. Türk milləti yüksəlişdədir. Türk dünyası yüksəlişdədir. Bax, bir şeyi mən istəyirəm diqqətinizə çatdıram ki, NATO'nun 30-dan artıq səhv eləmirəmsə də dövlət var da. Orada ən önə çıxan fiqur kim idi? Trump. Yox. Erdoğan. Ha, o cür. Dünənki görüşünüzə tutursuz. Erdoğan. Bəli. Bu Türk dünyası, Erdoğan, orada Trump düzdür, Amerika kimi bu dünyanın süper gücünün prezidentinin kimi önə çıxıb, ancaq orada ən həlledici bir qüvvə kimi Türkiyə dövlətinin başçısı Erdoğan öndə idi. Keçirilən görüşlərlə, ona münasibətlər, jurnalistlərin verdiyi ictimai diqqət. Yəni, bunu aydın görməmək mümkün deyil təhlilçilər. Bu nəyin nümunəsidir? Türk dünyasına, həmin Türkiyə dövləti 70 il müddətində də var idi. SSR dağılmamışdı, Azərbaycan olmamışdan da var idi. Və onda heç bir Azərbaycan Türkiyə prezidentini, yəni bir də Əzəvitlə o görüşü vermişdilər, şəkillər vermişdilər. Gərək ki, Clinton'un görüşü idi də. Necə? Bu gün nə baxaq? Bu hamısı Türk dünyasının yüksəlişidir. Turanın qurulmasıdır. Bunu İngilis də hesablayır, Amerikan da hesablayır, bütün dünya, Rus da hesablayır. Rusiya Türkiyəyə qarşı münasibətini baxırsınız da, əsrlərlə düşmənçilik siyasəti aparıb da. Ancaq bu günlər nə edir? Türkiyə ilə o tarixi bir şey var da, deyir ki, tərəqqinin tənəzzülü qabaqda çarxın gərdişini nə bilmək olar? Hər bir millətin yüksəliş dövrü var, çöküş dövrü var. Bəli, türklər, Türk dünyası 17-ci əsrdən başlamışıq çöküşə. Ta 21-ci əsrə qədər. Bizim Rusiyada 17-ci əsrdən başlayıb yüksəlişə. Bəli. Ancaq 20-ci əsrin sonundan başlayıb çöküşə. Yəni bu inkişaf ya dalğavar idi, ya spiralvar idi. Yəni artıq bugün Türk dünyası ilə hesablaşmayan dünyanın heç bir gücü dünya səviyyəsində aparıcı mövqeyini qoruyub saxlaya bilməyəcək. Ona görə də Trump da bilinçli şəkildə gözlə Erdoğanla münasibətlərinə bax, danışığına bax, aparla. Bu Türk dünyası ilə hesablaşmayan beynəlxalq güc öz qüvvəsini itirəcək. Bəlkə ona görə Rusiya da çalışır ki, Türkiyə ilə münasibətlərini qursun.